Bu gün sizinlə Sezar salatına bənzər, ancaq biraz da özümdən uydurduğum salat reseptini bölüşmək istəyirəm. Bu artıq mənim neçəncidir ki, etdiyim salatdır. Evdə kahada varkən düşündüyüm gibi salatı yenidən edim. Əslində salata nələr vurulur, hər birini ardıcıl şəkildə göstərmişəm, ancaq yenidən yazılı şəkildə hər birini göstərmək istəyirəm. Şahları əlimdən doğradım, içərisinə qarğıdalı əlavə etdim, konserva şəklində olanlardan hardasa təxminən 300-320 qramlıq yaşıl və qara zeytun. Bu arada suxariləri ev üsulu özüm edirəm. Ümumiyyətlə o qədər dadlı olur ki, uşaqlarınıza da verə bilərsiniz bu şəkildə. Azca ağ pendir əlavə edirəm, ancaq çox olmamasına diqqət edin, çünki zeytunlar da olduğu üçün aşırı duzlu olur. Bir də toyuğun sinə ətini az yağda qızardıb əlavə etdim salata. İstəyə görə isə mayonez yaxud xama istifadə edə bilərsiniz. Bizdə ən çox İran xaması yeyilir deyə hardasa 3 qaşıq əlavə etmişdim, ancaq az olduğu üçün sonra yenidən əlavə etdim. Qara çörəyi belə kiçik formada doğrayıram. Sadəcə mən üstünə duz əlavə etmədim, çünki pendir və zeytun olduğu üçün düşündüm ki, daha şidd olar. Əgər uşaqlarınız yaxud özünüz üçün suxari hazırlamağı düşünürsə, mütləq şəkildə duz istiot və yaxud yediyiniz digər ədviyyatlardan əlavə etməyi unutmayın. Airfryer hər hansısa bir dərəcəyə və yaxud dəqiqəyə ayarlamıram. 5-10 dəqiqə 180 dərəcədə bişməyi suxari forması alması üçün tam kifayət edir. Mən suxariləri başdan əlavə etmirəm, çünki xama onu yumuşaldır və bu dad mənim xoşuma gəlmir. Siz istəsəniz başdan əlavə edə bilərsiniz. Bir neçə saat soyucuda saxlamağınız bəs eləyər. Hazırlayanlara nuş olsun.